Traktorun biri subayın altında qalıb. Baxın görüntüyə. Bəxtəri gətirib ölüm hadisəsi oldu içində. İşləyə-işləyə qazırdı. Subaylar düşüb. Öz qoyduqları bax subaylar bundan ibarətdir. Bu şirkətin keyfiyyətsiz işi budur. Siz nə bilim bu insanları təhlükəyə atırlar. Bu binanı tikirlər. Bura sürüşmə zonasıdır. Burada binanı qoyacaqlar. Yəni burada nə bilim ev alıb yaşayanda ağlı yoxdur ki, necə keyfiyyətlə. Yəni o keyfiyyəti mən görürəm, fundamenti mən görmüşəm ki, necə tikirlər. İndi ikinci traktor da orada qazır. Nəyi qazır bilinmir, bu uca qalıb burada məhv olub. Baxın. Subayın ağzında, yəni xoşbəxtçilikdən traktorist ölmədi oradan. Bəxtəri gətirdi, çıxdı. Sağ çıxdı oradan. İndi təhlükə bu insanların evindədir. Baxın, bu sürüşür. Orada da 4 ayda yaşır, körpə uşaqlar var. Bu evdir təhlükədə. Bir də bu evdir. Yəni bizi də sabah eyni şey gözləyir.